Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, hər birinizi xoş gördük. Dərslərimizə qaldığımız yerdən davam etməyə başlayırıq. Bugün sizlərlə Azərbaycanın cənubunda yaranmış ən qədim dövlətlərdən biri olan Atropatena haqqında danışacağıq. Bildiyimiz kimi Azərbaycanın cənubunda ilk tayfa birlikləri, dövlət qurumları və dövlətlər yaranmışdı. Şimalına nisbətən daha tez. Ki biz eramızdan əvvəl 2-ci minilliklərdə Azərbaycanın cənubunda Urmiya gölü hövzəsində Arratda, Lullubi, Kuti, Trukki tayfalarının yaşadığını, eramızdan əvvəl 9-cu əsrdə isə Manna dövlətinin yarandığını sizlərlə öyrənmişdik. Bugün isə artıq Azərbaycanın 7-4-cü əsrlər dövründən sonraki mərhələsinə qədəm qoyacağıq. Belə ki, Azərbaycanın 7-4-cü əsrlərdəki dövrünə mövzu olaraq toxunmamışam, amma kiçik bir keçid vermək istəyərdim ki, Azərbaycanın 7 və 4-cü əsrlər tarixi Skitlərin, Midiyalıların, Əhəmənilərin və Makedoniyalılarla bağlı olan bir dövrdür. Belə ki, Azərbaycana artıq eramızdan əvvəl 7-ci əsrdən Kimmerskiv Sak tayfaları gəldi ki, bunlar tariximizdə ilk türk axınları hesab olunurdu. Lakin sonra artıq İranın mərkəzində yaranmış Midiya dövlətinin güclənməsi və qısa müddət ərzində Azərbaycan torpaqlarını öz təsir dairəsinə salmasından sonra Azərbaycan ərazisi Midiya dövlətinin tərkibinə qatıldı. Belə ki, eramızdan əvvəl 590-cı ildə Midiya dövləti Manna, Kimmerskit, Sak şahlığını və eləcə də Urartu dövlətinin süquta uğradaraq Azərbaycanın cənubundakı hakimiyyəti öz əllərinə aldılar. Onların hakimiyyəti uzun sürmədi. Belə ki, artıq təqribən eramızdan əvvəl 550-ci ildə Əhəməni dövləti Midiya dövlətinin varlığına son qoyaraq Azərbaycanın şimal və cənubunu öz dövlətinin tərkibinə qatdı və Azərbaycan 220 il Əhəməni imperiyasının tərkibində qaldı və nəhayət artıq eramızdan əvvəl 334-cü ildə baş vermiş Qrannik döyüşü ilə Makedoniyalılarla Əhəmənilər arasında müharibələr başladı. Ardınca 333-cü ildə İs və eramızdan əvvəl 331-ci ildə həll edici Qavqamela döyüşlərindən sonra Əhəmənilər məğlubiyyətə uğradı və nəhayət eramızdan əvvəl 330-cu ildə Makedoniyalı İskəndər Əhəməni dövlətinin paytaxtını tutdu. Əhəməni dövləti süquta uğradı və Azərbaycanın cənub və şimal hissələri Makedoniya imperiyasının tərkibinə qatıldı. 330-cu ildən 323-cü ilə qədər Makedoniyalı İskəndər Azərbaycan torpaqlarını idarə etdi və həmən vaxtı Əhəməni dövründən qalmış satrapların bir çoxlarını öz vəzifəsindən kənarlaşdırıb öz adamlarını təyin elədi. Lakin Atropat Kiçik Midiyanın satrapı olaraq öz vəzifəsində qalmışdı. Niyə qalmışdı? Bunu Atropatena mövzusuna keçid eləyərkən qeyd eləyəcəm. Və nəhayət 323-cü ildə Makedoniyalı İskəndərin ölümü və hakimiyyətə ən yaxın sərkərdəsi Perdikka'nın gəlişi ilə Makedoniya imperiyasının əvvəlki qüdrəti azaldı və 321-ci ildə artıq Perdikka'nın da ölümündən sonra Böyük Makedoniya imperiyası parçalandı və bu parçalanma nəticəsində bir çox dövlətlər yarandı ki, onlardan da biri məhz Atropatena dövləti idi. Şimalda isə Azərbaycanın Albaniya dövləti yaranmışdı. Bugün biz geniş şəkildə Atropatena dövləti haqqında məlumat əldə etməyə çalışacağıq. Atropatena dövlətini Atropat yaratmışdı. Bayaq da qeyd etdiyim kimi o Əhəmənilər dövründə kiçik Midiyanın satrapı idi və İskəndərin Əhəməni dövlətinin varlığına son qoymasından sonra da öz vəzifəsində qaldı. Onun bu vəzifədə qalmasının əsas səbəbi isə İskəndər ölkədə olmadığı bir müddətdə, təqribən eramızdan əvvəl 328-ci ildə Baryaks adlı bir şəxsin üsyan etməsi və bu üsyanın Atropat tərəfindən yatırılaraq üsyançının isə Makedoniyalı İskəndərə təhvil verilməsi idi. İskəndər Atropatın bu hərəkətindən sonra onu öz vəzifəsində saxladı. Hətta Atropatın qızını ən yaxın sərkərdəsi Perdikka'ya aldı ki, Atropat həm nüfuz baxımından yüksəldi, həm də artıq İskəndərlə belə demək olar ki, qohum oldu və artıq sanki toxunulmaz bir şəxsə çevrilmişdi o dövr üçün. Nəhayətdə artıq 323-cü ildə İskəndərin vəfat etməsi və eramızdan əvvəl 321-ci ildə Perdikka'nın ölümündən sonra Böyük Makedoniya imperiyası parçalandı və bu parçalanma nəticəsində bayaq da qeyd etdiyimiz kimi
bir çox Mərkəzi Asiyada və Azərbaycan torpaqlarının şimalında və cənubunda yeni dövlətlər yarandı. Bu dövlətlərdən biri də Atropatena dövləti idi. Eramızdan əvvəl 321-ci ildə yarandı Atropat tərəfindən və paytaxtı Kazaka şəhəri oldu. O Kazaka ki, atəşpərəstlik məbədinin əsas mərkəzi idi və atəşpərəstlər məhz ibadət üçün əsas cəm olduqları yer idi. Atropatenada bir çox tayfalar yaşayırdılar. Bunlara misal üçün maqları, müqləri, kaspiləri, kadusiləri misal çəkmək olar. Atropatena Atropatın vaxtında artıq öz nüfuz dairəsini genişləndirmişdi və onun varislərinin dövründə də bir növ mövcudluğunu qoruyub saxlaya bilmişdi. Lakin artıq zaman keçdikcə artıq Atropatena dövlətinin qonşu dövlətlərlə münasibətləri yaranırdı. Bu münasibətlər bəzən dostluq, bəzən düşmənçilik həddində olurdu. Məsələn, hökmdar Artabazanın zamanında eramızdan əvvəl 223-cü ildə Selevik hökmdarı 3-cü Antiox Atropatena torpaqlarına hücum etdi və Atropatenanı özündən asılı vəziyyətə saldı. Bu asılılıq 33 il davam etdi. Belə ki, eramızdan əvvəl məşhur Magneziya döyüşündə, 190-cı ildəki Magneziya döyüşündə Romalılar Seleviklər üzərində qələbə qazandı və bundan istifadə edən Atropatena yenidən öz müstəqilliyinə qovuşdu. Və bir müddət Azərbaycanın cənub ərazilərini müstəqil şəkildə idarə etməyə başladı. Lakin Azərbaycanın istər şimali, istər cənub əraziləri daim qonşu dövlətlərin əsas işğal hədəflərindən biri olmuşdu və həmin dövrdə də bu qaçılmaz bir vəziyyət idi. Belə ki, Romanın artan nüfuzu və Cənubi Qafqaz torpaqlarına hücumlar etmək istəyi Atropatena dövlətini Parfiya dövlətinə yaxınlaşdırmışdı və müttəfiqlər eramızdan əvvəl 53-cü ildə Karra şəhəri yaxınlığındakı döyüşdə Roma ordusuna qalib gəldilər və hətta Roma sərkərdəsi Kras da bu döyüşdə öldürüldü. Lakin məğlubiyyətlə barışmayan Romalılar eramızdan əvvəl 38-ci ildə böyük qüvvə ilə yenidən hücuma keçdilər və bu dəfə müttəfiq Parfiya və Atropatena dövlətinin qüvvələri məğlubiyyətə uğradı. Ardınca eramızdan əvvəl 36-cı ildə Antoninin başçılığı ilə şərqə böyük yürüş edildi ki, bu yürüş Antoni özü Fraspa şəhərinə hücum etdi. Kanid isə Albaniya və İberiya torpaqlarına hücum etmişdi. Kanidinin yürüşləri haqqında növbəti dərsimizdə, yəni Albaniya mövzusunda öyrənəcəyik. Əsas bizə lazım olan hal-hazırda Antoninin yürüşüdür ki, Antoni eramızdan əvvəl 36-cı ildə şərqə yürüş edərkən Fraspa şəhərinə gəldi və burada Fraspa döyüşündə məğlubiyyətə uğrayaraq təxminən 35 min ordu itirərək geri qayıtdı. Və bu hadisədən sonra artıq bir növ Parfiya Atropatenanın nüfuzunun daha da çoxalmasından ehtiyat eləməyə başladı və nə etmədi? Başladı Azərbaycanın ərazilərinə, yəni Atropatena dövlətinin ərazilərinə hücumlar etməyə və onun ərazisini işğal etmək siyasəti yürüdürdü. Bu siyasəti vaxtında başa düşən Atropatena hökmdarları Parfiya ilə müttəfiqlik münasibətlərini pozaraq vaxtilə müharibə apardıqları Roma dövlətinə, Roma imperiyasına, belə deyək, Roma Respublikasının hökmdarlarına yaxınlaşmağa başladılar ki, məsələn, hökmdar Artabaz öz müstəqilliyini qorumaq üçün Oktavian Avqustla əlaqə yaratmışdı və oğlu Ariobarzanı Romaya göndərmişdi ki, orada yaşasın və Ariobarzan hakimiyyətə gələrkən təxminən 10 ilə yaxın Romada yaşamışdı. Atropatenanın Roma ilə yaxınlaşması Parfiyanın Atropatena torpaqlarına yürüşlərinin qarşısını almışdı və müvəqqəti də olsa, belə deyək, bu yürüşlərin ardı-arası kəsilmişdi. Çünki Parfiya Roma imperiyası ilə və Roma Respublikası ilə, belə deyək, baş-başa gəlmək istəmirdi. Yəni məğlub olacağından, hətta ərazilərinin də itiriləcəyindən qorxduğuna görə bu ərazilərə müvəqqəti olaraq hücum etmirdi. Nəhayət artıq eramızın 20-ci ilində sonuncu Atropati sülaləsinin nümayəndəsi olan Ariovastın vəfatından sonra Atropatena dövləti Parfiya arşakilərindən asılı vəziyyətə düşdü və Parfiya dövlətinin tərkibinə qatıldı. Bir çox tarixçilərin fikrinə görə Atropatena dövləti məhz elə eramızın 20-ci ilində süqut eləmişdi, amma bəzilərinə görə Atropatenanın süqutu 227-ci ildə
Sasani dövlətinin tərkibinə qatılmasından sonra götürülür. Hər halda biz tarixini nəzərə salsaq görərik ki, 20-ci ildən 227-ci ilə qədər Atropatenanı ümumiyyətlə idarə edən yerli hökmdar olmayıb. Yəni bu qənaətə gəlmək olar ki, məhz Atropatena artıq 20-ci ildə öz müstəqilliyini itirmişdi. Atropatenalıların təsərrüfat həyatı haqqında danışa bilərik. Daha çox əkinçilik və maldarlıqla məşğul olurdular. Ölkədə atçılıq geniş yayılmışdı. Çində Atropatenada yetişən atları səma atları adlandırırdılar. Hərbi işdən istifadə olunurdu. Hərbi işdən neftdən istifadə olunurdu ki, neftə midya yağı deyirdilər. Bundan başqa ticarətdə puldan geniş istifadə olunurdu və ilk qədim pullar da Makedoniyalı İskəndərin pullarına bənzər pullar idi. Atropatenanın bir çox böyük şəhərləri Kazaka, Fraspa, Fanaspa, Aqnazana kimi iri şəhərləri vardı ki, o dövr üçün çox böyük bir şəhər hesab olunmalı idi. Ərazisi karvan yollarının belə deyək ətrafında yerləşirdi və bu da Atropatena dövlətinin iqtisadiyyatının yüksəlməsinə gətirib çıxartmışdı. 2-ci, 3-cü əsrlərdə artıq Atropatenada quldarlıq quruluşu demək olar ki, böhran vəziyyətində idi və yavaş-yavaş dağılmaq üzrə idi. Bildiyimiz kimi artıq 3-cü əsrdən etibarən Azərbaycan ərazisində feodalizm, quldarlıq feodalizmdən əvəz olundu və bu dövr ta 19-cu əsrə qədər davam etmişdi. Əhali zərdüştülük dininə sitayiş eləyirdi, yəni o da sitayiş eləyirdilər. Onların müqəddəs kitabı Avesta idi. Əsas məbədləri isə Kazaka idi. Zərdüştülük dininin peyğəmbəri isə Zərdüşt adlandırılırdı. Atropatena dövləti Yunan mədəniyyətinin təsirinə məruz qalmışdı, eynən Albaniya dövlətindəki kimi. Bundan başqa Atropatenanın mədəniyyəti haqqında danışarsaq, burada Keifto məbədi haqqında məlumat vermək lazımdır. Abidə Yunan əsatirinin qəhrəmanı Herakla məxsus idi. Onun üzərində Yunan dilində yazılar həkk olunmuşdu. Bu mətn Herakla sitayiş, belə deyək, olunduğunu hətta sübut eləyirdi. Demək, Atropatena dövlətinin əsas dini zərdüştülük və əsas kitabı Avesta idi. Avestanı isə Avropa ilə ilk dəfə olaraq 1722-ci ildə fransız alimi Anquetil Duperron tanış eləmişdi. Hal-hazırda da belə deyək də dünyada zərdüştülük dininə inananlar var. Bunlar Hindistanda Parslar və İranda Cəbir tayfalarının adı ilə bağlıdır.